səmimi qəlbdən salamlayırıq. Sinçao. Bugün artıq Bugün artıq 4-cü dəfədir ki, Azərbaycanda Vyetnam Mədəniyyət Günləri keçirilir. Bu ənənə ölkələrimiz arasında dostluq münasibətlərinin, qarşılıqlı etimadın və mədəni əməkdaşlığın davamlı inkişafının bariz nümunəsidir. Azərbaycan və Vyetnam arasında münasibətləri uzun illərə söykənən möhkəm təmələ malikdir. Bu münasibətlərin inkişafında Azərbaycan xalqının ümumilli lider Heydər Əliyevin və Vyetnam xalqının dahi lideri Ho Chi Minh'in irsi mühüm rol oynayır. Bugün ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən güclü körpüdür. Və əminik ki, bugün təqdim olunacaq zəngin proqram Vyetnamın qədim və zəngin mədəni irsini daha yaxından tanımağa imkan yaradacaq. Eyni zamanda Azərbaycan-Vyetnam dostluğunu möhkəmləndirəcək. Bugünkü proqram Vyetnam Milli Simfonik Orkestrinin və Vyetnam Mədəniyyət, İdman və Turizm Nazirliyi sənətçilərinin xüsusi təqdimatında keçirilir. Proqramda həmçinin Azərbaycan xalq artisti, opera müğənnisi Fidan Hacıyevanın xüsusi iştirakı nəzərdə tutulur. Diqqətinizə görə təşəkkür edir, hər birinizə xoş təəssüratlar arzu edir. Distinguished guests, ladies and gentlemen, welcome to the opening ceremony of the 4th Vietnam Culture Days in Baku. Held in historic grounds of the Icari Şəhər State Historical Architectural Reserve. Today marks the first edition of this event, reflecting the enduring friendship, mutual trust, and growing cultural cooperation between Azerbaijan and Vietnam. The friendship between our two countries is built on a strong foundation, inspired by the legacy of Heydar Aliyev and Ho Chi Minh. Today, Azerbaijan and Vietnam continue to strengthen their cooperation in political, economic, humanitarian, education, and cultural fields. So, culture is a bridge that brings nations closer together. We hope today's performances will introduce you to the rich cultural heritage of Vietnam and further strengthen the friendship between our peoples. Today's program is specially presented by artists of Vietnam National Symphony Orchestra and performers from the Ministry of Culture, Sports and Tourism of Vietnam, with the special participation of discussion guest Ms. Fidan Hacıyeva, opera singer and people artist of Azerbaijan. Thank you for your attention and we wish you a pleasant and memorable evening.